Salam, 31 nömrəli sınağa baxırıq. Deməli, 5-ci sualda Blue metro xətti bağlı olacaq cümə günü axşamdan şənbə günü gecəyə qədər təmir səbəbindən dolayı zəhmət olmasa Green Line xəttindən bu vaxt müddətində istifadə edəsiniz. A bəndində deyir ki, yeni metro xətti elan olunur. Bu yanlışdır. B də deyir ki, insanlara Blue Line xəttinin bağlı olması haqqında məlumat verilir. Bu doğrudur. Elə cavabımız olur B bəndi. 6-cı sualda deyir ki, zəhmət olmasa entering oxu zalına daxil olmadan before əvvəl mobil telefonunu söndür. Deməli, A bəndində deyir ki, səyahət edənlərə, yəni ora baş çəkənlərə xatırladılır ki, telefonlarını söndürsünlər. Elə cavab olur A bəndi. Sonra 7-ci sualda Parisə olan uçuşlar ləğv edilibdir. Cümə günü pis hava şəraitinə görə sərnişinlərdən xahiş olunur ki, yeni yola düşmə vaxtlarını aeroportda yoxlasınlar. Deməli, A bəndində deyilir ki, Parisə olan bütün uçuşlar ləğv edilibdir. Sonra B bəndində deyir ki, səyahətçilərdən xahiş olunur ki, daha tez çatsınlar. C-də deyir ki, uçuşlar pulsuz olacaq elan olunur. D-də deyir ki, uçuşların ləğv edilməsi haqqında məlumat verilir. Elə cavab olur D bəndi. Sonra gəldik mətnimizə. Mətnimizdə deyir ki, Rushmore dağı ən məşhur abidələrdən biridir Amerikada. O yerləşir Cənubi Dakotada, Dakotanın Black Hilllərində, yəni qara belə deyək təpələrində və göstərir 4 Amerika prezidentinin üzünü carved into the granite rock, granit qayalarda hansı ki ovma ilə, yəni ovulubdur, cızılaraq yaradılıb belə deyim. Heykəl dizayn olunubdur Goodson tərəfindən və tikilməyə başlayıbdır, tikinti başlanıbdır. 1927-ci ildə iş 14 il davam edibdir və 1941-ci ildə tamamlanıbdır. Seçilmiş prezidentlərin hər biri monument represent abidə üçün təmsil edir Amerika tarixinin müxtəlif dövrlərini. George Washington, deməli, The Boss of davamına bir dənə baxaq. Millətin öz doğulması kimi, sonra Thomas Jefferson, üzr istəyirəm. Thomas Jefferson da simvolizə edibdir böyüməni və demokratiyanı. Abraham Lincoln xatırladıbdır ölkəni bir saxlamağı və quldarlığın ləğvini. Theodore Roosevelt isə təsir edibdir Amerikanın inkişafına və dünyada onun böyüməsinə təsir göstəribdir. Dağdakı o daş üzlər 18 metr hündürlüyündədir və onu daha görünür edə bilir uzaq məsafələrdən. Bugün Mount Rushmore səyahət olunur milyonlarla turistlər tərəfindən hər il. O sadəcə sənət əsəri deyil, həmçinin Amerika tarixinin liderliyinin və idealistlərin simvoludur, milli simvoludur. 8-ci sualda mətn nə haqqındadır soruşur bizdən. A bəndində deyir ki, qayalarda ovulmuş, cızılmış abidələr ilə cavab olur A bəndi. 9-cu sualda deyir ki, üzlər hər biri 18 kilometr hündürlüyündədir. Burada nə deyir? 18 metr deyir. Sonra davam etməsi 24 il olubdur. Amma burada isə 14 il deyirdi. Ona görə B bəndi də yanlışdır. Sonra C bəndində deyir ki, Abraham Lincoln tərəfindən dizayn olundu. Əslində o prezident idi, onun tərəfindən dizayn olunmamışdı. D bəndində deyir ki, Cənubi Dakotada yerləşir. Elə cavabımız olur C bəndi. Burada baxsaz verilibdir.
Üzr istəyirəm. Bəli, burada. Sonra 10-cu sualda nə üçün bu 4 prezident seçilibdir? Çünki 10-cu sualda A bəndində deyir ki, çünki ilk Amerika prezidentləri idilər. Xeyr. Çünki üzr istəyirəm, Cənubi Dakotada doğulub hər biri. Bu da yanlışdır. C-də deyir ki, abidəni özləri tikdiriblər. Sonra D-də deyir ki, onlar Amerikanın ən hündür prezidentləri idi. Yanlışdır. Y-də isə deyir ki, onlar vacib dövrləri Amerika tarixində təmsil ediblər. Elə cavab olur Y bəndi. 11-ci sualda deyir ki, hər il gəlir görməyə abidəni kimlər gəlirdi? Təbii ki, turistlər gəlirdi. Cavab olacaq B bəndi. Sonra 12-ci sualda deməli bunu gələk mətnə baxa-baxa eləyək. Deməli, millətin başlanğıcını təmsil edibdir. George Washington olacaq. Çünki burada əvvəldə deyir ki, onun yəni doğulması, yəni başlanğıcı kimi. Bir də olacaq, ona görə də B bəndi. Sonra bir dəqiqə gələk bunu belə böyütməyəydim. Aha. 1'e oldu B bəndi. Sonra birliyi və azadlığı simvolizə edibdir. Birliyi simvolizə edən, baxın burada veribdir, Abraham Lincoln olubdur. Burada olacaq A bəndi. Sonra ölkədəki inkişafa təsir göstəribdir. Bir də Theodore Roosevelt olubdur, olacaq C bəndi. Gəldik 13-cü suala. 13-cü sualda bizdən possessive case, yəlik halı soruşur. 5, 5, 5-dən sonra cəm isim gəlibdir. Yəlik halı doğrudur. Özündən sonra da isim var deməli. Bu yəlik halıdadır. Mr. Mrs-lə düzələn soyadların yəlik halı apostrofesi olurdu və özündən sonra da isim var. Bu da yəlik halıdadır. Artiklı 1 deməkdir. Yəni 1-ə bərabərdir. Və burada S bitişməli deyil idi. Mr. Mrs bayaq da dedim olanda apostrofesindən doğrudur. 4 5'te ise qabağında Z artiklı varsa ailə bildirir. Buna S bitişir, sonra apostrof qoyulmalıdır. Ona görə cavab yanlışdır. Cavab olur 1, 2, 4, yəni A bəndi. Burada a cup of tea ifadəsidir. In the morning Z ilə işlənir. Səhər tezdən. Cavab ona görə olur C bəndi. Sonra burada tərcüməliyə avtobus doludur. We will wait for the bus. Avtobus dolu olduğuna görə. Yəni burada since düzdür. Since'in bəri falan vaxtdan bəri mənası da var, amma həmçinin də çünki görə mənası da var. 16-cı sualda deməli həfəz peyki işlənibsə, baxın, has participle to edişləndiyi üçün sualı verəcəyik since when-lə. Sonra 17-ci sualda məchul növdə olan cümləni istəyir bizdən. Will verib, willdən sonra be, sonra participle to ed olmalıydı. Ona görə A yanlışdır. C-də gələk burada was, were ya da ki əmizar, ing sonra participle to olaydı. Ona görə bu da yanlışdır. Sonra 17-ci sual doğru olacaq. Was-dan sonra lost gəlib, yəni participle to gəlibdir. Burada da yenə eyni qaydada əmizar, was və biri gəlib, sonra participle to gəlməli idi. 7 isə has verib, bin verib, özündən sonra participle to edi yoxdur deyə bu da yanlışdır. Sonra 18 mübtəda xəbər uzlaşması da ing ilə başlayan cümlənin xəbəri təkdə olur. Ona görə cavabımız olur 2 ilə 3, yəni C bəndi. 19-cu sualda deməli home sözü yeganə işləndiyi söz önü ət söz önüsüdür. Yəni evdə vaxt keçirdik, evdə qaldıq kimi ifadələrdə işlənir. Elə digərlərində işdə, məktəbdə, evdə demək olur. 20-də last sadə keçmiş zamanda, sadə keçmiş zamanımız B və Y bəndindədir. İkinci tərəfdə isə once a week, həftədə bir dəfə sadə indiki zamanda. Ona görə cavabımız olacaq B bəndi. 21-ci sualda sinonim cütlüyünü soruşur. Deməli, burada sinonim cütlüyümüz olacaq Y bəndi. İkisi də işğal etmək deməkdir. 22-ci sualda bağlı olmaq sözünün açıq üzr istəyirəm. Əks mənalısını, yəni antonimini soruşur. Ona görə burada olacaq açıq. Cavabımız olur B bəndi. 23-cü sualda
Nəysə təsvir edirsən, you would like to, sən yəni baş verməsini istədiyin kimi təsvir etmək. Bu olur A bəndi, xəyal qurmaq. Qrupu idarə etmək, yəni ona başçılıq etmək olacaq B bəndi. Combine qarışdırmaq, yəni blend özü ilə qarışdırmaq deməkdir. A, C, B olur cavabımız, yəni Y bəndi. Yeməyin və yaxud da ki, içkinin dadı, bu olacaq. Cavab Y bəndi ilə flavor özü də dad deməkdir. Deməli, boşluqdan sonra to gəlib, kəndən sonra to olmaz, həzdən sonra to olar, isable'dan sonra to olar, should'dan sonra to olmaz. Need əgər modaldırsa, inkar özü ilə düzəlibsə, özündən sonra to olmaz. Cavab olacaq 2 və 3.